Sənə münasib qiymətə xırdalanda bu gördüyün möhtəşəm binada, qardaşım, bir dənə ev təklif edirəm. 59 kvadrat münasib də qiyməti var. Keç evimizlə tanışalım. Vallahi məhəlləmizi gördün də. Xırdalanın gözü, xırdalanın bəbəyi olan qardaşım, möhtəşəm yerdə. Bax, sənə ev təqdim edirəm. 2 otaq, qoxuna zal bir yerdə olan, bax 2 dənə otaqlarımız ayrı-ayrı, bir dənə də burada belə bir otaq kimi təyin olunmuş belə bir yerimiz var. Qoxuna mebelimiz falan, hər bir şey demək olar ki, yerində. Elektronika çıxma şərtinə evdən nə görürsən, hamısı yerində qalacaq. İlk növbədə otağımızı sizə göstərmək istəyirəm. Bir dənə yataq otağımız buradadır. Evimizin ümumi kvadratı Kərbəla 59 kvadrat idi, hə? 59 kvadrat. 59 kvadrat evimizin ümumi sahəsidir. Gəl Kərbəla. Gör nə geniş otaqlar. Evdə bəli, biraz təmirə ehtiyac var. Evdə balaca uşaq var deyə bilirsiniz də, aboyu dartıb sığır uşaq. Aboylarda biraz dəyişiklik olsa, yüngülvari bəs eləyir. Gəl bir dənə sənə qardaşın balkon göstərsin. Bunlarda bilməm bilirsiniz də, yəqin ki bu binalarda dvaynoy balkondur. Dvaynoydur. Bir balkon ora sayılır. Bu da ikinci balkon. Qardaş, məhlən, yerin, hər şey əlbin altında. Araz market, Megastor, Bravo, nə bilim qardaş, hər şey yerində. Gəl bir dənə sənə hamam sauzeri də göstərsin qardaşım. Bax evdə də nə görürsənsə yerində qalır. Elektronik əşyalara çıxmaq şərtinə elektronikadakı deyiləndə bu da bizim hamam sauzerimiz. Elektronika deyəndə bir paltaryan çıxar. Qardaş, xaldenikdir, bir də televizordur. Başqa kondisioner, kombi falan hamısı yerində qalacaq. Qiymət isə çox ucuzdur və qiyməti çox aşağı dəyərinə verir. Sağ olsunlar. Qardaş, qiymətə bax bir dənə 77.500 manata gəlirsən, bu evi əldə edirsən və nəzərə çatdırıram ki, bu qiymət, start qiymətidir. Və nəzərə çatdırıram ki, oformleniya, yəni belə deyək də, addan ada keçirmə məsələsi var ki, bunu bir çox ev alanlar deyir ki, qardaş, mənim indi o pulun vermək. Qardaş, ev alan deyir ki, evi satan deyir ki, şəxsən bunu mən özüm eləyəcəm. Nə formada problem çıxarsa da, nəsə olarsa da hamısı mənlikdir. Allah alana da, satana da xeyir eləsin.